Hörmətli iştirakçılar, hörmətli QQ səfirləri və hörmətli qonaqlar. Mən bugün burada layihə təqdim etmək üçün deyil, istehsal infrastrukturunun gələcəyini müzakirə etmək üçün gəlmişəm. Amma bugün əsas diqqət başlıqlara yönəlməyəcək. Bugün sistem danışacaq. Bugün istehsalı necə yenidən mərkəzə qaytaracağımızı müzakirə edəcəyik. Çünki biz sadəcə biznes modeli qurmuruq. Biz etibarı, istehsalı və torpağı yenidən eyni zəmində bir araya gətiririk. Bu gecə danışacağım şey tətbiq deyil. Bu bir perspektivdir. Bu bir təşkilat deyil. Bu bir ekosistemdir. Və birlikdə bu ekosistemin qurulmasında ilk addımı atırıq. Hörmətli iştirakçılar, dünya ərzaq böhranının astanasındadır. Son illərdə pandemiyalar, müharibələr, iqlim böhranları, zəlzələlər, daşqınlar, fəlakətlər müşahidə etmişik. Ən əsası, qlobal təchizat zəncirlərinin nə qədər kövrək olması. Liman bağlandıqda rəflər boş ola bilər. Müharibə başlayanda qiymətlər 2 qat arta bilər. Quraqlıq baş verdikdə milyonlarla insan təsirlənə bilər. 2030-cu ilə qədər etibarlı qidaya çıxış bugünkündən daha çətin olacaq. 2050-ci ilə qədər dünya əhalisi 10 milyarda yaxınlaşacaq. Eyni torpaqla daha çox insanı bəsləməli olacağıq. Amma məsələ təkcə kəmiyyətdə deyil. Bu, etibardadır. Bu, insan biokimyası ilə uyğun sağlam istehsaldadır. İndi isə özümüzə nəzər salaq. Türkiyə bu böhranın ortasında sülh tapdığını düşünür. Amma əslində yavaş-yavaş donur. Donub ölməyin necə olduğunu bilirsinizmi? Əvvəlcə insan üşüdüyünün fərqinə varmır. Sonra özlərini key hiss edirlər. Sonra isə mən yaxşıyam deyə düşünürlər. Amma əslində onların bədəni donur. 2024-cü ilin məlumatlarına görə Türkiyə ərzaq müstəqilliyinin təxminən 66%-ni itirib. Fermerlərimizin orta yaşı 55-dir. Gənclər kənd təsərrüfatına müraciət etmirlər. Fermerlər istehsalı artırmağın yollarını axtararkən insan biokimyasına uyğun toxumlardan istifadə etmək əvəzinə məhsuldarlığı artıran, lakin torpağı tükəndirən üsullara müraciət edirlər. Bu seçimlər qısa müddətli qazanc kimi görünsə də, uzun müddətli perspektivdə torpağı degradasiya edir. İxracatı zəiflədir. Ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Və biz hələ də bundan xəbərsizmiş kimi yaşayırıq. Buna görə də biz sadəcə bir tətbiq yaratmırıq. İstehsalın gələcəyini yenidən qururuq. Yaxşı. Bu vəziyyəti sadəcə müşahidə etməliyikmi? Xeyr. Çünki böhranlar həm də yenidən qurma üçün fürsətlərdir. Bugün qlobal ərzaq təhlükəsizliyini müzakirə edərkən istehsal infrastrukturunun yenidən dizaynından danışırıq. Problem istehsalda deyil. Problem təşkilatçılıqdadır. Problem nəzarətdədir. Problem təchizat zəncirinin strukturundadır. Zənciri qısaltsaq. İstehsalı mərkəzləşdirsək. Əgər etibarı rəqəmsal şəkildə qeyd etsək. Sonra vəziyyət dəyişir. Biz məhz bunu edirik. Biz yeni bazar yaratmırıq. Biz istehsalın rəqəmsal əsasını qururuq. Qlobal nüfus mərkəzi mərkəzdir. Xeydorld iştirak modelidir. Lezzət qapında isə kommersiya simasıdır. Amma əsas məsələ budur, torpağı yenidən strateji aktivə çevirmək. İstehsalçıları tək qoymamaq. Gəncləri yenidən istehsalata cəlb etmək. Və emosiyalarla deyil. Bunu intizamla etmək. Biz sadəcə bir qrafik çəkdik. Qlobal pozuntular. Zəncirvari fasilələr. Qida təhlükəsizliyi riskləri. İndi isə sualı verək, biz nə edirik? Biz danışmırıq. Biz onu tikirik. 2022-2024-cü illər arasında apardığımız tədqiqat və inkişaf prosesini başa çatdırdıq. 18 növ və 78 çeşiddən ibarət qmovsuz, yerli və standartlaşdırılmış toxum infrastrukturumuzu yaratmışıq. Bu, sadəcə stokda olan bir məhsul deyil. Bu, nəzarətli istehsalın əsasını təşkil edir.
Korporativ infrastrukturumuzu 2025-ci ildə qurduq. Global Nexus Inc. rəsmi olaraq fəaliyyətə başlayıb. Əqli mülkiyyətin qorunması üçün müraciətimizi Türkiyə Patent və Ticarət Nişanları İdarəsinə təqdim etdik. Uyğunluq hesabatımızı aldıq. Daha sonra İsveçrədə UMT ilə beynəlxalq əqli mülkiyyətin qorunması prosesinə başladıq. Beləliklə, bu sistem qorunub saxlanılır. Bu, bir fikir deyil. Bu, xüsusi istehsal memarlığıdır. Biz 320 kvadrat metrlik istixanamızı Ankaranın Beypazarı bölgəsində qurduq. Toxumlarımızı torpağa əkdik. İstehsala başlamışıq. Beynəlxalq vizyonumuzu genişləndirdik. 2035-ci il üçün qeyri-neft gəlirləri vizyonu layihəsinin bir hissəsi olaraq Küveytə səfərlər etdik. Yerli tərəfdaşlıq infrastrukturu yaradılıb. Lezzet qapında Küveyt üçün inteqrasiya planlarını tamamladı. Küveytli tərəfdaşlarımızın iştirakı ilə istixana açılışı və toxum əkmə mərasimimizi keçirdik. Biz 1-ci Xedorld Pomidor Yığımı Festivalını təşkil etdik. Biz Tarımkon Konfederasiyası ilə müqavilə imzaladıq. Kınalı Eller Qadınlar Kooperativi ilə strateji istehsal əməkdaşlığına başladıq. Biz qadın istehsalçıların ətrafında mərkəzləşmiş bir istehsal zənciri qurduq. Və 2026-cı il fərqli bir həyəcanla başladı. Modelimiz çox aydındır. Toxum və sistem Global Nexus Inc.-ə məxsusdur. Bu, korporativ strukturdur. Bu, standartdır. Bu, nəzarətdir. Model burada qorunub saxlanılır. Strategiya burada müəyyən edilir. Müqavilə burada bağlanır. İstehsal tərəfdaşlarımız GG Türk Qız Bürcünə aid bir icmadır. GG Türk Başak sadəcə bir marka deyil, bu sistemin istehsal gücüdür. İcmamız yaradır. Planlaşdırırıq. Birlikdə böyüyürük. GG Türk Başak yerli toxumların brendidir. Əlavə dəyər yaradan istehsalın brendidir. İcma maliyyələşdirməsinin brendidir. Satış tərəfində isə GG Lezzet qapında bu sistemin kommersiya moduludur. İstehsalçı burada görünür. İstehlakçı burada inamla alış-veriş edir. Vasitəçi zənciri burada qısaldılır. Beləliklə, sistem belədir. Global Nexus strategiya və etibar. GG Türk Başak istehsal və icma. GG Lezzet qapında ticarət və davamlılıq. Hamısı eyni ekosistemin hissələridir. İndi buradan bütün bəşəriyyətə müraciət edirəm. Bütün iş adamlarına, bütün həkimlərə, bütün analara, bütün atalara, bu ölkənin gələcəyinə qayğı göstərən hər kəsə. Bu torpaqlar bizim mirasımız deyil. Depozit. Və bu etibarın ən qiymətli hissəsi qidadır. Uşaqlarımızın yediyi yemək. Bu, gələcəyimizin təməlidir. Əgər qidamızı qorumasaq, biz heç nəyə sahib ola bilmərik. Buna görə də sizə bir təklifim var. Global Nexus Inc. olaraq yerli, GMO olmayan, standartlaşdırılmış toxumlarımızı davamlı, kimyəvi qalıqsız, təbii istehsala çevirmək üçün iştirakçı model təqdim etdik. İndi buradan bütün bəşəriyyətə müraciət edirəm. Bütün iş adamlarına, bütün həkimlərə, bütün analara, bütün atalara, bu ölkənin gələcəyinə qayğı göstərən hər kəsə. Bu torpaqlar bizim mirasımız deyil. Depozit. Və etibarnamənin ən qiymətli hissəsi qidadır. Uşaqlarımızın yediyi hər tikə. Bu, gələcəyimizin taleyidir. Əgər istehsalın mülkiyyətini öz üzərimizə götürməsək, başqaları bizim üçün qərarlar qəbul edir. Əgər toxumu qorumasaq, gələcəyi qoruya bilmərik. Əgər zənciri qısaltmasaq, ərzaq inflyasiyası artmaqda davam edir. Artıq izləməyin vaxtı deyil. Tərəf tutmağın vaxtıdır. İstehsal artıq sadəcə danışmaqla bitmir. Qəbul etməyin vaxtıdır. Bugün sizə bu təklifi verirəm.
Bir fidan üçün məsuliyyət götürün. İstehsal işində kömək edin. Toxum götürün. Bu, mülkiyyət aktıdır. Hər 3 aydan bir istehsala verdiyiniz töhfə sistemdə görünür. Töhfəniz rəqəmsal təsdiq sertifikatına çevrilə bilər. Və ya bu, lezzet qapında vasitəsilə etibarlı qida və endirimlərə prioritet çıxışa çevrilə bilər. Amma əsas məqam budur. Siz istehsalı dəstəkləyirsiniz. İstehsalı planlaşdırırıq. Birlikdə istehsal edirik. Biz onu brendə çeviririk. Və birlikdə bunu dünyaya satacağıq. Zənciri qısaldırıq. Biz ərzaq inflyasiyasını azaldacağıq, təhlükəsiz qidanı əlçatan edirik. Türkiyəni yenidən güclü kənd təsərrüfatı ölkəsinə çevirəcəyik. Bu, kampaniya deyil.